askus, losal, haysal bu sitoloji nəticələr əldə etdikdə nə etməliyik? İlk öncə demək istəyirəm ki, bunlar pap smear testi nəticələridir və bu nəyi göstərir? Bu HPV tərəfindən uşaqlıq boynunun zədələnməsini göstərir. Amma bunlar bir sitoloji analizdir və belə bir analizlər gəldikdə çox zaman daha irəli müayinə, kolposkopiya və biopsiya gərəkdirir. Biopsiyadan sonra bunun, yəni ki, haysal, losal və yaxud da ki, askusun uşaqlıq boynunda real olaraq hansı zədələnməni yaratdığı, hansı displaziyanın hansı növü olduğu aşkarlanır. Qorxulu demək istəməzdim, amma bu nəticələr olduqda dediyim kimi daha irəli müayinə lazımdır və daha diqqətli olmaq lazımdır. Müayinə dediyimiz kolposkopiya və ehtiyac olarsa biopsiyadır. Biopsiya nəticəsindən asılı olaraq isə biz müayinə, təqib və yaxud da ki, müalicə taktikasını seçirik. Ona görə də əgər nəticələrinizdə bu göstəricilər aşkar olunubsa, qorxmaq, panika yaratmaq yox, daha dəqiq müayinə və müalicəmizi icra etmək lazımdır. Sağ olun.